İclasın əvvəlində sədrlik edən Zeynal Ağayev bildirdi ki, iş üzrə zərər çəkmiş qismində tanınmış bir qrup şəxs məhkəməyə ərizə ilə müraciət edərək prosesdə iştirak edə bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiqlədiklərini və həmin ifadələrin elan olunmasını xahiş ediblər. Tərəflər həmin ifadələrin elan olunmasına və tədqiqinə etiraz etmədiklərini bildirdilər. Məlumat verildi ki, sözgedən ifadələr növbəti iclaslarda elan olunacaq. Sonra iclas cinayət işi materiallarında olan sənədlərin elan olunması ilə davam etdirildi. Əvvəlcə törədilmiş cinayət hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından daxil olmuş statistik məlumatlar üzrə sənədlər elan olundu. Ermənistan vaxtilə Azərbaycanın suveren ərazilərini işğal edəndə əsir götürülmüş azərbaycanlılara verilən işgəncələr həmin sənədlərlə bir daha təsdiqini tapır. İbtidai istintaq materiallarında qeyd edilir ki, iş üzrə keçən və sosial şəbəkələrində yerləşdirilən video materiala baxış zamanı əsir götürülən azərbaycanlılara qeyri-insani rəftar göstərilməsi, onların şərəf və ləyaqətlərinin alçaldılması, müxtəlif işgəncələr verilməsi faktları ilə Ermənistanın beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozması bir daha təsdiqini tapıb. Video materialda real döyüş səhnələri lentə alınıb. Görüntülər zamanı Azərbaycanlıların qətlə yetirildiyi, onların torpaq üzərində cansız cəsədlərinin qaldığı görünür. Əsir götürülən Azərbaycan hərbiçisini isə təhqir edərək ona müxtəlif zorakılıqlar ediblər. Videoda həmin şəxsin sifət nahiyəsindən qan axdığı görünür. Bundan sonra görüntülərdə viran qoyulmuş bir ərazidə Ermənistan hərbiçilərinin talançılıqla məşğul olduğu görünür. Növbəti görüntülərdə əsir götürülən azərbaycanlıları təhqir edərək onların şəxsiyyətini ələ salırlar. Əsirlərin sifət nahiyələrindəki müxtəlif xəsarətlər açıq-aydın görünür. Məhkəmə prosesində işğal zamanı azərbaycanlıların qətlə yetirilməsi, yaralanması, dövlətə və ayrı-ayrı şəxslərə dəyən ziyan, Azərbaycanın təbii, mədəni sərvətlərinin talan olunması, ekologiyasına, iqtisadiyyatına zərər vurulmasına dair sənədlər, məlumatlar elan olundu. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2020-ci il oktyabrın 4-də həmin vaxt Ermənistan Azərbaycanın mülki əhalisi arasında təşviş yaratmaq məqsədi ilə Gəncənin atəşə tutulması ilə bağlı qərar qəbul edib. Ermənistanın beynəlxalq qınağa məruz qalmaması üçün həmin vaxt Müdafiə naziri David Tanayanın tövsiyəsi ilə qondarma rejimin dırnaqarası prezidenti Arayik Harutyunyan güya Gəncənin Ermənistan ərazisindən deyil, məhz onun əmri ilə Qarabağ ərazisindən vurulması ilə bağlı bəyanatla çıxış edib. Qeyd olunan çıxış YouTube sosial şəbəkəsində də yerləşdirilib və paylaşılıb. Arayik Harutyunyan 2021-ci il fevralın 16-sında Rusiya sülhməramlı kontingentinin nümayəndələri ilə görüşü zamanı fevralın 17-sində 13-18 nəfər azərbaycanlının cəsədinin təhvil veriləcəyini, istehza ilə həmin cəsədlərin təhvil verilməsinin Xocalı soyqırımından sonra Azərbaycana hədiyyə olunduğunu bildirməklə təqdim edib. İbtidai istintaq materiallarında qeyd olunur ki, qondarma qurumun təmin və təchiz edildiyi müxtəlif növ silah-sursatlar Ermənistandan gətirilib. Üzərində istehsal tarixi 2020-ci il olan minaların və digər qurğuların 44 günlük vətən müharibəsi və ondan sonraki dövrlərdə əraziyə daşındığı, həmin ərəfələrdə və ondan sonraki dövrlərdə ərazilərin minalanması bir daha təsdiqini tapıb. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Ermənistan 2019-cu il iyulun 5-də və 2020-ci il iyunun 26-sında bağladığı müqavilələr əsasında Rusiyadan tank əleyhinə 2 ədəd raket alıb. Həmin raketlərin Ermənistanla bağlanan müqavilə əsasında alınmasına baxmayaraq, qondarma rejimdə tapılması silahların bilavasitə Ermənistandan gətirildiyini bir daha təsdiqləyir. Bundan başqa torpaqlarımız işğaldan azad olunduqdan sonra aşkarlanan çoxsaylı iri çaplı silahlar, tank, top və digər bu kimi döyüş təyinatlı avadanlıqlar, zərərsizləşdirilmiş qurğular, qanunsuz silahlı birləşmələrin müxtəlif növ silahlarla təchiz olunduğunu, Azərbaycana və xalqımıza qarşı istifadə edildiyini bir daha təsdiqləyir. Digər sənədə əsasən müəyyənləşdirilib ki, qondarma qurumun maliyyələşdirilməsi də Ermənistan tərəfindən həyata keçirilib. İbtidai istintaq materiallarında göstərilir ki, Azərbaycanın uzun illər işğal altında olmuş ərazilərində formalaşmış qondarma rejimin nümayəndələri təbii sərvətləri qanunsuz istismar edərək ekoloji cinayətlər törədib. Ağdərə rayonunun ərazisində yerləşən Gülyataq mis mədənindəki faydalı qazıntı materialları talanaraq Ermənistana daşınıb. Vətən müharibəsindən sonraki dövrdə hər gün
Səhər saatlarında Ermənistanın Gorus rayonundan yola düşən yük avtomobilləri qeyd olunan mədənə gəlib. Günorta saatlarında isə qazıntı nəticəsində əldə olunan süxurlar yüklənərək geri qayıdıb. Gülyataq mis mədəninin talan edilməsi Qondarma Qurumun dırnaqarası dövlət naziri olmuş Ruben Vardanyanın səyi ilə daha da sürətlənib. Mədən ərazisinin PUA vasitəsilə video çəkilişlərinin müqayisəli təhlili zamanı 2022-ci ilin yay aylarında aparılmış qazıntı işlərinin radiusunun dəfələrlə genişləndirildiyi və əraziyə çoxlu sayda yeni texnikanın gətirildiyi müşahidə edilib. İşğal dövründə istismar olunmuş Zod qızıl mədəninin əksər hissəsi Kəlbəcər rayonunun Söyüdlü ərazisində yerləşir və burada qanunsuz qızıl hasilatı aparılıb. Metallurgiya sahəsində fəaliyyət göstərən Ermənistandakı Valex Group şirkətinin isə Ağdərədə filiz yataqlarının istismarı ilə məşğul olduğu müəyyənləşib. Heyvalı yatağından çıxarılmış filiz və digər xam malın ilkin emalı aparılaraq Ermənistanın Alaverdi şəhərində yerləşən zavoda daşınıb. Bununla yanaşı, 2015-ci ilin dekabrında Ağdərədə mis molibden yatağının istismarına başlanılması ilə əlaqədar rayonda yeni zavod açılıb. 2002-ci ildə Valeri Mejlumyan tərəfindən Base Metals şirkətinin yaradılmasında əsas səbəb də işğal altında olmuş Kəlbəcərin Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyatı və istismarı olub. İbtidai istintaq materiallarında qeyd olunur ki, şirkətin baş direktoru Artur Mukurtumyanın sözlərinə görə Heyvalda kəşf olunmuş 3,2 milyon ton filizin 2,8 milyon tona yaxını istismar edilib. Şirkətin Ağdərədə Qızılbulaq qızıl mis mədənində qazıntı işləri həyata keçirdiyi barədə də əməliyyat məlumatları daxil olub. İstintaq materiallarında işğal zamanı Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismar olunmasında və talan edilməsində iştirak edən daha bir neçə şirkətin adı keçir. Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.